Salam, hər vaxtınız xeyir. Həkim nə deyir verilişi efirdədir. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılarımız. Süd vəzi xəstəlikləri barədə daha bir qonağımız var. Qonağımız tibb üzrə fəlsəfə doktoru, cərrah, mammoloq, onkoloq Afət Cabbarovadır. Xoş gəlmisiniz. Xoş gördük xanımlar, hər ikinizi görməyə şadam. Burada doktorumuz haqqında bir məlumatı diqqətə çatdırmaq istəyirəm ki, 2001-ci ildə Afət xanım İlk prezident təqaüdçüsü olub. Bu barədə istəyərdim ki, bir balaca danışasınız, sonra keçək suallarımıza. Mən prezident təqaüdçülüyüm haqqında çox uzun danışa bilərəm. Neçə yaşınız var idi? 17. Bütün karyeramın qurulmasına səbəb oldu. Başlanğıcı oldu. Bəli. Bir çox xanımlarımız bu xəstəliklərdən əziyyət çəkirlər və biz də çalışırıq ki, verilişimizdə bu mövzulara xüsusi toxunaq. Ben mütəmadi olaraq mammografiya yoxsa ultrasəs müayinəsi yoxsa MRT? Mammografiya bəlli yaşdan sonra skrininq məqsədi ilə tətbiq olunan müayinədir. 38-dən etibarən qəbul olunmuş qaydada hər bir qadın ildə bir dəfə mammografiyanı keçməlidir. 38 yaşdan sonra. 38 yaşdan sonra. Bu üstün qaydalarına görə 40-dan etibarən başlayır. Amma orada bir haşiyə çıxır ki, bu regiona görə, rast gəlmə tezliyinə görə, yayılmasına görə dəyişə bilən bir məfhumdur. Biz 38-dən etibarən edirik. Mammografiya mı, ultrasəs mi? Bunlar fərqli məqsədlə aparılan müayinələrdir. Mammografiya erkən aşkarlanma üçün zəruridir, mütləqdir, həyati vacibdir. Mammografiyada biz şübhəli sahə varmı, kirəç toplusu varmı, ümumiyyətcə riski dəyərləndirməyə kömək edir. Bu tamamilə başqa məqsədlə aparılır. Yəni skrininq nədir? Erkən aşkarlama, heç bir əlamət olmadan, xəstəlik irəliləmədən hansısa dəyişikliklər biz meydana çıxara bilirik. Ultrasəslə isə biz xəstələri kontrolda saxlayırıq. İkinci, mammoqrafiyada aşkarlanan bəzi dəyişiklikləri biz ultrasəslə daha dolğun təsvir əldə edə bilirik. Və ultrasəs tam ziyansız olduğu üçün onu dəfələrlə istədiyimiz zaman və istənilən yaşda apara bilirik. Qısacası desək, 38-dən sonra qadınlara həm mammoqrafiya, həm ultrasəs tövsiyə olunur. Daha erkən yaşda müayinə isə burada biraz individual yanaşma tələb eləyir. Ailədən gələn riskə, yanaşı problemlərə, mövcud dəyişikliklərə bağlı olaraq dəyişir. MRT-ni soruşdunuz. MRT süd vəzi xəstəliklərində xüsusi göstərişlə aparılan müayinədir. Bu kütləvi tətbiq olunan bir şey deyil. Və MRT süd vəzidə ən yaxşı müayinədir deyə bir məfhum yoxdur. MRT kontrastla aparılan bir müayinədir süd vəzidə. Yəni kontrastsız orada heç bir mənası yoxdur. Kontrastla aparıldığı üçün hər bir qadının onu həyatı boyunca limitli sayda edə bilər. Məsələn, hətta irsi xərçəng olduğu ailələrdə belə biz onu 2 ildən bir maksimum edə bilirik. Çox nadir hallarda tez-tez təkrar edirik. Çünki kontrast vurulur və dəfələrlə kontrast vurulmağı istər-istəməz, yəni böyrəyə, digər orqanlara mənfi təsir göstərə bilər. MRT zəruri hallarda aparılır. Süd vəzi, belə deyim ki, döş şikiləsindən gələn ifrazlardan da danışaq. Bunların təhlükəli və təhlükəsizlik tərəflərindən hansı halda təhlükəlidir, artıq qorxmağa ehtiyac var, hansı halda yəni görünə bilən. Ümumiyyətcə, müayinədə mütləq həkim tərəfindən gilədən ifrazat gəlib gəlməməyi yoxlanılmalıdır. Birinci, onu deyim ki, süd vəzi, yəni vəz toxumasıdır. Vəz toxuması hər zaman pasientlərim də bilir, bunu mən deyirəm. Vəz toxuması nə isə ifraz edən toxumaya deyirlər. Yəni süd vəzi paycıq və axacaqlardan ibarətdir və axacaqların da tərkibi heç zaman bəsit ifadə etsək boş qalmır. Yəni orada bir möhtəviyyat hər zaman olur. Mütləqdir. Söhbət burada ifrazatın rəngindən, gəlmə aktivliyindən, xəstəni onu nə zamandır müşahidə etdiyindən və müayinədə biz hər hansı dəyişiklik görürükmü ondan asılıdır. Bizim sevmədiyimiz və yaxud təhlükəli hesab etdiyimiz tip ifrazatlar hansıdır? Seroz. Seroz nədir? Şəffaf, yapışqan və tam şəffaf da ola bilər, sarımtıl, bal rəngi, qanlı, tünd rəngli ifrazat, yaşıl, göy rəngli ifrazat. Bu rənglər niyə bizi narahat eləyir soruşsanız? Çünki bu rəngin özü o deməkdir ki, orada
parçalanmış qan elementləri var ki, bu rəng ifrazat gəlir, bəli. Və mütləqdir ki, bir araşdırma, bir əlavə müayinə lazımdır. Ən bəsit halda ifrazat çox səbəbdən ola bilər. Yəni hormonal, istənilən hormonal problemlərdən. Yəni bu həmişə xərçəng demək deyil. Yox. Əksəriyyət mən hətta belə deyim ki, %90 qadınlarda bu tamamilə xoşxassəli bir prosesdir. Əksəriyyət ifrazatın təhlükəsizdir. Bəzən də elə olur ki, xəstələr artıq zaman keçəndən sonra gecikmiş halda gəlirlər. Hansı səbəbdən xanım getməlidir və özünü yoxlatdırmalıdır? Səbəb qəti gözləməməli. 25 yaşından sonra süd vəzi mütləq yoxlanılacaq orqanlar siyahısında olmalıdır. Bizim ən çox belə deyək də maraqlandıran sonra biz necə qoruna bilərik bu xəstəlikdən? Mənə də çox verirlər bu sualı. Bu gün üçün yeganə aktual, yeganə effektiv üsul heç bir şikayəti gözləmədən müayinə olunmaqdır. Hansı aralıqda müayinə olmalıdır? Nə qədər müddətdən bir müayinədən keçməlidir? Ən az ildə bir dəfə. Elə pasiyentlər olub ki, bir kiçicik bir cizvə kimi, yəni abses kimi, el dilində desək səpki və yaxud çiban xarakterli bir sadə deyək ki, tamaşaçılar da anlasın. O tipli bir dəyişikliklər əslində xərçəngdir. Belə də ola bilərmi? Ola bilər. Gilədə istənilən dəyişiklik. İfrazatın gəlməyi, qanlı, bayaq dediyim rənglərdə gəlməyi və yaxud da ki, belə də olub, gilənin qalınlaşması, qabıqlaşması, qabıq qoyması və qopması xüsusən də. Məsələn, bu da mən demirəm mütləq xərçəngdir, amma ola bilər. Bunun da cavabı, bu ola bilərlərin cavabı mütəxəssisdədir. Digər əlamətlər dərinin istənilən dəyişiklikləri, qızartı, şişkinlik, portaxal qabığı simptomu dediyimiz, hansı ki yaranan şiş hüceyrələri dəridə də məskunlaşır və ödem yaradır. Yəni belə kiçik nöqtə-nöqtə olur süd vəzi dərisi. Gilənin, areolanın qalınlaşması səbəbsiz belə pasiyentlərdə olub. Biz süd vəzdə heç bir dəyişiklik aşkar etmirik. Sadəcə gilə areola qalınlaşıb. Yəni süd vəzi xərçənginin o qədər gizli müxtəlif formaları var ki, bəli. Gizlin gedir bəzən. Bəli. Bəzən deyirlər ki, bax bu qidaları bu qidaları yeməsən daha yaxşıdır. Yəni doğrudan da yediklərimiz bizim bu xəstəlikdən sağalmağımızda nə qədər rolu var? Bu aralar olub Zümrüd xanım ki, mütləq şəkildə brokoli yemək, süd vəzi kələm deyirlər, brokoli, bəli. Sonra nə bilim, məsələn, greypfrut yemək olmaz, çünki orada vitamin daha çox zəngin vitaminlərdən. Brokoli qəbul eləyə bilər xanımlar. Yəni istənilən formada. Amma bu müalicə eləmir, qarşısında nəinki müalicə eləmir, ümumiyyətcə istər hətta xərçəngin yox, xoş xassəli dəyişikliklərin biri qarşısını almır. Yəni sağlam qidalanmaq, bəli, sağlam qidalanmaq yalnız brokoli və nə bilim greypfrut yeməməklə bağlı deyil də. Sağlam qidalanmaq, məsələn, mən sizə bunu deyim ki, bədən çəkisinin normada saxlanılması, xüsusilə pi təbəqəsinin və bu aktualdır xərçəng keçirmiş xəstələrə, yəni bədən kütləsinin normada saxlanılması, sadələşdirsək, kökəlməmələri xəstələrin tövsiyə olunur və biz bunu da aktiv tövsiyə eləyirik. Hərəkətli həyat tərzi sürmələri, daimi mütəmadi idmanla məşğul olmaları. Yenə gəldik, çıxdıq, bax, hərəkət. Bəli, bu həqiqətən aktualdır. Süd vəzi xərçəngindən hərəkətin biz nə dərəcədə xərçəngə təsir etdiyini qarşısını ala bilərik. Amma ümumiyyətcə, bəli, yəni həyat aktivliyi müsbət təsir göstərir. Media nümayəndələrinə mənə də çox tez-tez yazırlar, sual soruşurlar. Bir mənalı bir cavab veririk ki, qidalanmanın ümumiyyətcə şişlərin yaranmağında rolu çox böyükdür. Yəni payına düşən bütün risk amillərini təqribən faizə bölsək 30-35% qidalanmadır. Yəni biz onu gözümüzü bağlaya bilmərik ona. Mütləqdir ki, var. Konservləşdirilmiş qidalar, heyvani mənşəli məhsullar, sonra emal olunmuş qidalar, bəli. Nəinki süd vəzi xərçəngi, hətta xoş xassəlidir. Məsələn, məndə bir neçə ard-arda belə bir pasiyent oldu. Gənc uşaqlar idi, oğlan uşaqları. 16, 17, 15 yaşında müraciət etmişlər ginekamastiya dediyimiz süd vəzni həcminin və çəkilərin
xəstəlikləri də normal idi uşaqların. Bəli, yəni biri var ginekamastiya pi mənşəli, yəni bədən kütlə indeksinin çoxalması, artıq çəkiyə bağlı, piylənməyə bağlı. Biri də var sırf həqiqi ginekamastiya, yəni nə zaman ki vəz toxuması normadan artıq inkişaf eləməyə başlayır və xəstələrlə söhbət əsnasında 3-4 hadisə dəqiq yadımdadır. Soruşurdum ki, anasından ki, bəs qidalanması necə? Deyir ki, bütün gün energetik içkilər içir. Davamlı olaraq energetik, yəni mən bunu 100% deyə bilməsəm də ki, bu bunu yaradır, amma fakt təcrübədən gələn, bəli. Hansı yanaşı xəstəliklər süd vəzi üçün təhlükəlidir? Belə deyək də, hormonal pozğunluqla müşahidə olunan xəstəliklər ümumi götürsək, konkretləşdirsək, məsələn, süd vəzi xəstəlikləri tək xərçəng yox, hansı xəstələrdə daha çox müşahidə edirik biz? Qalxanvari vəzdə problem olan xanımlarda istər xoş, istər bəd. İkinci qrup gedir, sonsuzluğa görə uzun illər müalicə almış xəstələr. Bəli, bu xanımlar da risk qrupundadır. Bunlar da xüsusən, yəni hormonal mənşəli preparatlar illər boyu qəbul edən xanımlar, onlar risk qrupundadır. Sistem xəstəliyindən mübarizə aparan, məsələn, revmatoid artrit, dermatomiyozit, qırmızı qurd deşənəyi, çünki onlar uzun müddət hormonal preparatlar qəbul edir. Bəli, onlar da risk qrupundadır. Konkret elə bir xəstəlik deyə bilmərik, yəni ki, bu burada çoxdur. Gicslə yaşayan xəstələr, onlar da bəli, tək süd vəzi deyil, ümumiyyətcə onkoloji xəstəliklərin riski bir 10 dəfəyə qədər yüksəkdir. Çünki immunitet problemi yaşanır. Məsələn, bronkial astmadan müalicə alan xəstələr. Onlardadır. Bəli, onlar hormonal müalicə alan, çünki onlar uzun illər hormonal müalicə alırsa əgər, bəli, risk qrupunda sayılır. Aha. Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələdə necə aparılır? Bəs biz onkoloqlar elə ona görə xəstələri erkən müayinəyə çağırırıq. Çünki ilkin mərhələlərdə müalicə həcmi də az olur. İlkin mərhələlərdə şiş kütləsi də az olur və tətbiq ediləcək müalicələrin miqdarı, sayı, kursların sayı daha az olur. İlkin mərhələlərdə əgər çox kiçik təsadüfi aşkarlanan şişdirsə, əksər zaman tək əməliyyat və şişin quruluşundan asılı olaraq əgər orqan qoruyucu əməliyyat etmişiksə, şua müalicəsi kifayət eləyir. Əlavə olaraq ola bilər ki, xanım hormonal müalicə alsın. Bu biraz hormonal müalicə dedikdə bu həblər içir xanımlar. Bəli. Bunların əks fəsadı və yaxud yan təsirləri çox minimal olur. Amma mərhələ irəlilədikcə burada başa düşmək lazımdır ki, bəli, mərhələ elədikcə 4 mərhələli bir xəstəlikdir. Şiş kütləsi artdıqca bizim müalicə üsullarımızın kəmiyyət baxımından artır. Burada artıq mütləqdir ki, sistem terapiyasız, kimyəvi terapiyasız biz keçinə bilmərik, mütləq də ondan istifadə edirik. Target terapiya dediyimiz hansı ki, xəstələrin dili ilə akıllı ilaç terapiyası, ondan istifadə edirik. Hormonal müalicələr var, immunoterapiya var. Burada artıq böyük bir şiş kütləsi olandan sonra maksimum müalicə üsullarından istifadə edirik ki, məqsəd də xəstəliyin həm geri qayıtmasını, həm yayılmasının qabağını almaqdır. Bu xəstəlikdən əziyyət çəkən xəstələrin sualı bu olur. Doktor, nə qədər yaşayacağam? Onkoloji xəstə ilə bu barədə danışmaq həqiqətən çox çətindir. Çünki kitab, elm bəlli bir rəqəm verir. Sən həyatı o rəqəmlərə sığdıra bilməzsən. Yəni bunu da xəstəyə heç cür deyə bilməzsən. Açığını desəm biz də bilmirik. Yəni reallığı bilmirik. Çünki mənim təcrübəmdən soruşsaz, 3-cü, 4-cü mərhələdə illərlə yaşayan pasiyentlərimiz varmı? Var və hətta mənim o gistoloji cavabı, postop aldığım gistoloji cavabı heç ümidim olmayan xəstədən belə, yəni bax bu dövrü keçmiş, atlaşmış xəstələrim çoxdur. Əslinə qalsa nəyə bağlıdır? Birinci, təsadüfi aşkarlanan şiş nəticəsi 100%-ə yaxın olur. Yəni demək olar ki, hələ də təsadüfi müayinə zamanı mən 18 ildir işləyirəm. Təsadüfi 3-5 mm çox kiçik ölçülü şişi biz müayinə zamanı aşkarladıq, müalicə etdik. Hələ də o şişlə nə residiv, nə metastazla qayıdan pasiyentim olmayıb. Bu belə. Bu əməliyyatsızdır. Yox, mütləq əməliyyatla. Bəli. Yəni ocaq götürülməlidir. Biz cərrah olaraq mütləq şəkildə əməliyyat olunmalıdır.
Mütləq deməyək, amma əksəriyyətdə, çünki hara yayılma versə də o ocaqdan verir. Əksər hallarda hamısında yox. Mastıq deməyirsiniz. Xeyr. Bugünkü gün üçün onkoloji cərrahiyyə çox inkişaf eləyib. Yəni mən mastektomiyaların son 2-3 Yəni ki, süd vəznin götürülməsi çox azalıb. Bəli. Və qadınların ən böyük qorxusu idi da. İndiki dövrdə orqanı bərpa etmək problem deyil. Həmən vaxtı, əməliyyat vaxtıda biz onu edirik. Yenidən plastik cərrahiyyə eləyirsiniz onu. Bu gedir, bu saat bunu icra eləyir süd vəzi cərrahları. Yəni biz onu öyrənmişik, kurslardan getmişik, bəli. Çünki bir xəstəyə həm onkoloji nöqteyi nəzərdən toxumanı doğru çıxartmaq, doğru cərrahi taktika işlədib süd vəzini qorumaq və başqa bir briqadanı çağırmaq bu həm maddi məsrəfdir, həm xəstə etibarı problemidir. Çünki xəstə pasient sənə etibar edib gəlib. Adətən bizdə Azərbaycanda bu belədir və çox da uğurla icra eləyirik. Yəni mümkün olduğu halda. Doktor, bu təhlükəli deyil. Məsələn, əməliyyat olunan halda eləyirsiniz də. Yəni şişi götürüb dərhal bərpa eləyirsiniz. Bəli. Bu riskli və ya təhlükəli deyil. Yox, xeyr. Bu bizdə Azərbaycanda bu belə deyək son illərdir daha çox tətbiq olunur. Dünyada bu uzun illərdir tətbiq olunur və bu bərpa üsulları da fərqlidir. Mümkün qədər bu baxır yenə süd vəzi, şişin ölçüsünə və s. dəri prosesə cəlb olunur bu ya yox. Öz toxumalar hesabına bərpa edə bilirikmi? Buna onkoplastik cərrahiyyə deyirik və implantla bərpa üsulları var. Dərhal implantla və yaxud gecikmiş rekonstruksiya, hətta bizdə pasientlər var ki, illər öncə mastektomiya olub, süd vəzi götürülüb. Yəni o zaman belə bir yanaşma çox aktual deyildi Azərbaycanda. İndi müraciət edir ki, doktor bərpa edə bilərsinizmi? Bəli, onun belə üsulu var. Bərpası olur. Bəs bu risklidirmi? Xeyr. Bəs sonra şua tədavisi yazılar məsələn. Bəli, şuanın əlbəttə ki, yerli təsiri var. Dəridə yanıq verə bilər. Yəni müxtəlif toxumalarda fibroz yaradır. Bu normaldır. Amma bizim də əməliyyatların icrası onu nəzərdə tutularaq edilir. Yəni biz mütləqdir ki, implantı dəri altına yerləşdirmirik. Məsələn, bir xəstə şua alacaqsa, müxtəlif tip implantlar var. Mütləqdir ki, onu əzəlaltı qoyacağıq və yaxud əzəlaltı qoyma. Yəni implantın mütləq bir örtük olmalıdır üzərində. Bu ya əzələdən biz bunu ya da eləyirik. Dəri altı qoysaq belə dermal flap hazırlayırıq. Yəni xəstənin öz toxumasından təbii. Yenə də burada çox tibbi dərinliyə getməsək, həcmdən, xəstənin toxumasından əgər həcm imkan verirsə, bir örtük hazırlayırıq və belə pasientlər də kifayət qədərdir, hansı ki, sonra şua müalicəsi də alıb və yəni heç bir yerli problem yoxdur. Doktor, heç bir xəstəliyi olmayan, kiçik süd vəzi olan xanımlar, məsələn, istəyirlər həcmli bir süd vəzinə sahib olsunlar, implant elətdirirlər, yəni silikonlar falan. Bunlar təhlükəlidir yoxsa? Bu da xəstələrdən çox tez-tez eşitdiyim suallardır. Cavabında da adətən belə deyirəm. Düşünün ki, biz onu onkoloji xəstələrə edirik. Edirsinizsə, demək təhlükəli deyil. Bəli, tam təhlükəsizdir. Yəni heç bir xərçəng riskini artırmır. Xeyr. Yəni onkoloji xəstələrə belə mənim kifayət qədər elə pasientlərim var ki, şişi götürüləndən sonra, yəni və yaxud süd vəzi içi boşaldandan sonra və yaxud yüksək ailəvi riskdir. Biz onun hər iki süd vəzinin içini boşaltmışıq. Xəstədə genetik test müsbətdir məsələn. Onlarda belə icra eləmişik və kifayət qədər yaxşı nəticələr var. Bu mastektomiya etmiş bir xəstə zaman keçəndən sonra ona deyəndə ki, nədən yenidən bərpa eləmirsən, deyir ki, mən yarama toxunmaq istəmirəm. Belə fikirlər də var. Haqlısınız, belə bir yanaşma da mövcuddur. Bu əməliyyatlar ümumiyyətcə bərpa vacibdirmi? Pasient bunu istəyirmi? Yəni biz bunu bugün üçün təklif xarakterli edirik və bizim protokollar da bunu deyir. Yəni bu mütləq xəstə ilə üzbəüz məsləhət xarakterli olmalıdır. Çünki nəticə etibarilə sən bir canlıya bunu edirsən və o xəstənin razılığı olmalıdır. Hansı halda
xərçəng təhlükəlidir və artıq vaxtı keçmiş hesab olunur. Ümumiyyətcə onkologiyanın belə deyək də vahiməli qorxusu digər orqana yayılmadır, metastazdır. Süd vəzi xərçəngi bu baxımdan belə deyək, bəxtimiz gətirib ki, ən çox metastaz verən sümüklə, yox, ən çox metastaz verdiyi nahiyə sümük nahiyəsidir, sümük skelet sümükləridir və onu da çox yaxşı biz kontrolda saxlaya bilirik. Tövsiyələriniz nədir? Biz süd vəzimizi necə qoruyaq? Bir mənalı olaraq vaxtında müayinə olunmaqla, şikayəti gözləmədən müayinə olunmaqla, xəstəliyin qayıtma ehtimalı ilk 3 ildə olur. Hardasa bir 80%. Daha sonra bu ehtimal azalır. Amma mümkün deyil deyə bilmərik. Hər qadının haqqıdır ana olmaq, istəyi, arzusudur. Sadəcə doğru zamanda müalicə bitdikdən sonra bəlli bir müddət bu artıq bağlıdır yaşına, yenə deyirəm, yanaşı xəstəliklərə, xəstəliyin mərhələsinə, gedişatına, şişin növünə, məsələn, hormonal müalicə alırsaq xanım, bunun bəlli bir müddəti var. O yekunlaşandan sonra olsa daha yaxşı olar. Mümkündür, yenə deyirəm, baxır şişin növünə, baxır mərhələsinə və necə aparılacağına, amma olmaz, xeyr deyə bilmərik, olar. Çox sağ olun ki, suallarımızı cavablandırdınız. Verilişimizin ikinci hissəsinə keçid alacağıq. Buyurun Zümrüt. Doktor, təşəkkür edirəm gəldiyinizə görə və bəli, ikinci hissəyə keçid alacağıq, amma buradan demək istəyirik ki, xərçəng ölüm deyil, yəni müalicəsi var. Ona görə də yaxşı peşəkar həkimlərə müraciət etmək lazımdır. Verilişimizin baş sponsoru isə Kraton klinikasıdır. Kraton klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyiniz də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri də var. Sağlam uşaq, sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzi mövcuddur. Klinikanın reabilitasiya şöbəsində manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərirlər. Mərkəzimiz peşəkar tibbi personal ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisaslarında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazmaforez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada da istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, sizin üçün Kraton klinikasında xüsusi sosial endirimlər mövcuddur. Bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqi yükləyib qeydiyyatdan keçərək tətbiqdəki barkodu ödənişdən əvvəl kassada göstərməniz kifayətdir. Kraton klinik sağlamlığınız uğur hekayəmizdir. Kraton klinikasının sponsorluğu ilə verilişimiz davam edir. Verilişimizin qonağı cərrah koloproktoloq Gülnarə Talıbovadır. Doktor, xoş gəlmisiniz. Xoş gördük. Xoş gəlmisiniz Gülnarə xanım. Xoş gördük. Necəsiz? Yaxşı olun. Zümrüt xanım, demək, biraz öncə Gülnarə xanım haqqında çox maraqlı bir hekayəni dinlədim. Gülnarə xanım həkim olma, necə deyim, istəyini hələ lap balaca ikən, yəni iməkləyərkən qərar verir. Mən Cənub zonasında dünyaya göz açmışam. Ailədə 4-cü övlad olmuşam. Ailədə oğlan uşağın dünyaya mütləq gələcəyi deyə bir belə deyə də inancları var. Bütün Azərbaycanlıların arzusudur ki, mütləq şəkildə mənim oğlum olmalıdır. Allah hamıya yəni istəyəni yetirsin əlbəttə ki. Burada da mən 4-cü qız evladı olmuşam. Ailədə müəyyən problemlər yaranıb. Ona görə anam danlanıb belə deyəm ki, qınanılıb ki, dünyaya 4-cü qızı qadın gətirir. Fikirləşirdim ki, mən böyüyəcəm, həkim olacağam, kömək edəcəm qadınlara oğlan dünyaya gətirməyə. Zaman gətirdi belə ki, mən tibb universitetində qəbul olandan sonra daha çox proktologiya cərrahiyyəni seçdim deyə ginekoloq olmadım. Bu mənə yol açdı da belə də həkimliyə. Yəni uşaqlıqdan sizin bu haqsızlıq, travma deyil, amma ki bir anama qarşı bir haqsızlıq deyə də belə mənə yol açdı həkim olmağıma. Onda gəlin ilk sualı elə mən sizə verim. Gülnarə xanım, niyə insanlar çox vaxt həkimə getməkdən çəkinirlər? Sizcə bunun səbəbi nədir?
Xüsusilə proktoloqa. Həssas bir mövzudur mənim üçün. Çünki indiki zamanədə hər şey informasiya var və hər bir insan asanlıqla kardioloq yanına gedir, məsləhətləşir, yaxşı kardioloq axtarır, ginekoloq axtarır, travmatoloq axtarır, terapevt axtarır. Lakin ən həssas bir problemləri olanda, proktoloji problem olanda hamı bunu içində çəkir. Gecikdirirlər. Gedib hansısa aptekdən məsləhətləşirlər, hansısa qonşudan məsləhətləşirlər, mütəxəssis yanına getmirlər. Artıq xərçəng xəstəliyi ilə yaxınlaşanda mən görürəm ki, bu insan vaxtında utanmasaydı, proktoloqa müraciət eləsəydi, deyək ki, 1 il əvvəldən, 2 il bundan əvvəl simptomlar yaranıb, gedib özünü aldatmasaydı, hər hansı bir aptekdən məsləhətləşib, hər hansı bir şam, məlhəm alıb özünü yüngülləşdirməsəydi, bu insanı daha biz radikal, deyək ki, tam müalicə edə bilərdi. Lakin gecikmiş mərhələdə gələndə həqiqətən çox pis oluram və belə verilişlərə də minnətdarlıq bildirirəm ki, insanlar, mən demirəm, sırf mənim yanıma gəlsinlər. Kimdəsə bir proktoloji problem varsa utanmasınlar. Bu utanılacaq bir şey deyil, xəstəlikdir bu. Getsinlər mütəxəssis yanına, proktoloq yanına. Savadlı terapevt ola bilər, amma bu proktologiyanı dərin bilə bilməyəcək və xəstəlik gözdən qaçacaq çox təəssüf. İstəyərdim ki, bu proktoloq, yəni əlbəttə ki, bizim tamaşaçılarımız bilirlər, amma daha geniş açıqlama verərdiniz. Proktoloq kimdir? Belə deyək də, proktoloq cərrahdır, hansı ki, sırf düz bağırsaq xəstəliyinə və anadermal dediyimiz, yəni düz bağırsaq ətrafı problemlərə məşğul olur. Bura daxildir adicə bizim hamımızın belə tanıdığımız deyək ki və əksər qadınların rastlaşdığı və hamı dediyim kimi gizlədiyi xəstəlikdən tutmuş babasil, anal çat, xəstəlikdən tutmuş xərçəng xəstəliyinə qədər yəni uzanır və bizim xəstəliklərimiz çox geniş bir xəstəlikdir. Amma bura dediyim kimi daxildir onkoloji və qeyri-onkoloji iltihabi patologiyalar hamısı proktoloqa aid xəstəliklərdir. Adicə biz dediyimiz kandilomalar var, o da proktoloqa aiddir. Poliplər və çox təəssüf yoğun bağırsaq, düz bağırsaq xərçəngi. Proktoloqa müraciət etmək üçün hansı əlamətləri ciddi sayılır? Əslində proktoloji xəstəliklər biraz tez bir üzə verirlər. Deyək ki, digər xəstəliklər ya ləng gedişatında bildirilmirlər, simptom vermirlərsə, asimptomatik gedirlərsə, proktoloji xəstəlik xəstəyə deyir ki, get həkimə. O nə deməkdir? Bağırsaqda qan varsa, ildə bir dəfə də gəlibsə qan olmamalıdır. Getməlisiniz siz proktoloq yanına. Bu başlanğıc hansısa xərçəng yönü xəstəliyin bir siqnalı ola bilər. Selik varsa olmamalıdır. Bəlğam varsa olmamalıdır. Bunlar hamısı qandır, selikdir, bəlğamdır. Patoloji yoğun bağırsaq ifrazatı sayılır və bunlar heç vaxt olmamalıdır insanda. Əgər bir dəfə olubsa da bu artıq göstərişdir proktoloqa yaxınlaşmaq üçün və yeni protokollara görə sağlam insan da, heç bir şikayət olmayan insan da 5 ildən bir kolonoskopiya deyilən müayinəmiz var. Bizim əsas müayinəmiz. Deyək ki, ürəyi ağrıyan gedir kardioqramı çəkdirirsə, bu da kolonoskopiya müayinəsidir və mən niyə ürəyi ağrıyan deyirəm? Mənim xəstələrim məsələn gəlirlər, deyirəm kolonoskopiya müayinədən qorxurlar, getmək istəmirlər. Mən də izah edirəm, siz kardioloq heç vaxt kardioqramasız getmirsiniz. Niyə fikirləşirsiniz ki, proktoloq yanına kolonoskopiya olmadan siz gəlməlisiniz, müalicə mütləq şəkildə olmalıdır. Əgər ailəvi anamnez yoxsa, yoğun bağırsaq xərçəngi yoxdursa ailələrində 5 ildən bir sağlam adam kolonoskopiya keçməlidir mütləq şəkildə. Doktor, neçə yaşdan? Artıq 20 yaşından sonra, bizim əsas xəstələrimiz 35-40 yaşdan sonra başlayırdı. Şikayət olmayan da halda da biz gastroskopiya və kolonoskopiya keçməliyik. Mütləq keçməliyik. Yəni bu mütləq 5 ildən bir olmalıdır. Yoxsa məsələn mən 3 il bundan öncə eləmişəm və təkrar eləmək istəyirəm. Hər müayinənin də özünün bir yan təsiri ola bilər də. Bu invaziv müayinədir. Bu adicə bir lupa ilə dəriyə baxmaq deyil axı da. Bu xəstə narkoz alacaq, bağırsaq hazırlanacaq və yoğun bağırsağın uzunluğu 1 metr yarımlıq orqandır. Özünüz fikirləşirsiniz, ora invaziv müayinə sayılır və hər bir müayinənin özünün görə bir fəsadı ola bilər də. Elə bir şey yoxdur ki, hər ildə bir dəfə insan istəyirsə müayinədə keçməlidir. Bunu eləmək Əgər bir göstəriş yoxsa, deyək ki, siz 3 il bundan əvvəl müayinə olmusunuz, orada bir polip olmayıb, xoru olmayıb, iltihab olmayıbsa və ailənizdə sizin yoğun bağırsaq xərçəngi yoxdursa, 5 ildən bir müayinə olmalısınız. Yəni hər bir müayinənin öz fəsadı. Bu kardioqramma kimi bir yüngül müayinə deyil də, belə deyək. Ən unutduğumuz orqan bağırsaqdır. Qəbizlik olursa, gedib dərman alırıq, içirik, ya da köp olursa, ya da hər hansı bir şişkinlik olursa, doktorun sözünə qüvvət. Heç vaxt həkimə getməyi qabağımıza məqsəd kimi qoymuruq. O halda gedirik ki, artıq iş işdən keçmiş olur. Qısa məlumat vermir. Dedim ki, bizim bu veriliş maarifləndirici, yəni biz əhali üçün danışırıq. Biz burada elmi bir veriliş aparmırıq.
Və xahiş edirəm gənc qadınlardan hansıları ki, arıqlamaq istəyirlər və çox vaxtı indi istifadə olunan çaylar var, kofelər var. Onlar hamısı birbaşa yoğun bağırsaq xərçəngi yaradan bir preparatlardır. Çox sağ olun doktor. Onu istifadə eləməsinlər. Yəni getsinlər, cərrah kimi bilirəm ki, məsəl üçün hər bir əməlinin fəsadı varsa da, mən məsləhət görürəm hansısa qadın arıqlaya bilmirsə, kofe ilə əgər mədə kiçiltməyə yanaşıq olsa, getsin mədəsini kiçiltsin. Onun fəsadı daha az ola bilər. Çünki o xərçəng yaratmayacaq ən azından bunda da belə deyə də. Mədə kiçiltmə daha zərərsizdir. Nəyi zərərsizdir? Tərəziyə qoyanda bəli. Böyrək çayları var, bağırsaqca onlardan içə bilərsiniz, o problem deyil. Bəs yaxşı, balaca uşaqlarda bəzən köp olur, yəni bağırsaqlarında problem olur. Elə olur ki, məsələn balaca uşaqda amma 14 gündür, məsələn qəbizliyi var. Hə, körpə uşaqlarda 14 gündən bayıra çıxma varsa, birincisi o daha terapevt, pediatr tərəfindən müayinə olunacaq və yoğun bağırsağın belə bir xəstəliyi vardı. Gişbrunq xəstəliyi biz onu deyirik. O aqanglionar xəstəlikdir. Yəni ki, orada nə deməkdir? Bağırsaq bir orqanda hansı ki peristaltik eləyir. Peristaltik əzələ yığılır, açılır belə deyə də və dalğavari hərəkətlərə görə biz nəcis kütlələri distala gedib, yəni xaric olmalıdır. Onlar da hamısı sinirə tabedirlər. Belə xəstəliklər var çox təəssüf ki, hansında ki o sinir keçiriciliyi zəifləyir. Necə ki, məsəl üçün kimsə iflic olanda görsə əli işləmir, ləs olur da belə deyək və yaxud da ki az hərəkətli olursa, bağırsaq da həmçinin bir sinir zədələnməsi olarsa, anadan gəlmə də ola bilər. Onda sinirlərin yəni peristaltika vəziyyətini gətirir bağırsaq və elə xəstəlikdə qəbizlik olur. Və bəzi insanlar məsəl üçün vardı uzun 14 gündən, 15 gündən, 20 gündən bir bayıra çıxan xəstələrimiz var. Bizim müraciət edirlər. Hansılar ki, müayinə zamanı görürsən ki, bunda bir neçə ilgək var bağırsaqda. Bağırsaq həddindən artıq uzun. Deyək ki, normalda 1 metr yarımlıq orqan, onlarda hardasa hesablasın 2 metr yarımlıq orqan olur və onun hansı sahəsinin uzun olmağına asılı olaraq orada cərrahi əməliyyat. Əlbəttə illərlə xəstəni dərmana məhkum etmə və onsuz da bu insan o qədər gec-gec çıxmaq o deməli ki, nəcis kütlələrində olan toksinlər qana sovrulurlar və xroniki bədən zəhərlənir. Yorğun olurlar, halsız olurlar və bu hallar yaranır insanlarda. Qəbizliyin yan tərəfi odur da. Yəni onun qarşılanması üçün elə xəstələrə əməliyyat edirik biz. Yəni ki, əgər hansı bağırsağın uzun olmağından asılı olaraq o xəstəyə, yəni ki, yoğun bağırsaq rezeksiyalar təklif olunur və icra olunur və sonra xeyrin görürlər xəstələr. Qısa da olsa mən öz yəni ki, bağırsağımız barəsində danışıram. Yəni yoğun bağırsaq, mən yoğun bağırsaq, düz bağırsaq mütəxəssisiyəm, amma yoğun bağırsaq, düz bağırsaq əlbəttə ki, mədə bağırsaq traktının bir davamıdır. O qədər dərin və çətin bir sahədir ki, biz cərrahlar arasında bölünür artıq. Yəni mədə və nazik bağırsaqla məşğul olan cərrahlar var, yoğun bağırsaq, düz bağırsaqla məşğul olan cərrahlar vardır. Və yoğun bağırsağın distalsı düz bağırsaqdır. Düz bağırsaq da anal kanalla bitir, belə deyək də. Anal kanal özünün, yəni anal kanalın, düz bağırsağın və yoğun bağırsağın özünün hamısının nomenklaturası var və özünün xəstəlikləri var, yanaşma fərqlidir. Deyək ki, mənim yanıma deyək ki, yoğun bağırsaq xərçəngi ilə gəlirsə xəstə və düz bağırsaq xərçəngi ilə gəlirsə və anal kanal xərçəngi ilə gəlirsə, tamamilə fərqli taktikadır, müalicə taktikası. Tamam eyni mərhələdə birində əgər biz əməliyyatla başlayırsa, digərində kimya şovu ilə başlayırıq məsəl üçün və ən deyək ki, lokalizasiyada ən pisi anal kanal xərçəngidirsə və dediyim kimi ən birincidə özaqda biruzə verən xəstəlikdir və çox təəssüf ki, bu xəstəlik gecikəndə bağırsağı biz çölə çıxartma məcburiyyətində oluruq. Ona görə mən xahiş edirəm, yalvarıram bizim millətdən ki, əgər sizin anal bölgə, nə demək istəyirəm? Mən deyək ki, yoğun bağırsağın digər bölgəsində gecikə bilərsiniz. Taktika çox dəyişməyəcək, yəni əməliyyat olacaq, bağırsaq bir-birinə birləşəcək. Amma anal kanalda və düz bağırsağın aşağı hissəsində o yer yoxdur bizdə, rezerv yoxdur. Yəni əgər biraz gecikdirsə bizim orada artıq kəsməyə, birləşdirməyə yerimiz qalmır deyə çox böyük və travmatik əməliyyata gətirib çıxardır. Ona görə vaxtında acil bir qan görən kimi həkimə gəlsiniz, şuan müalicəsini tam sağaltmaq olur xəstələri. Üzr istəyirəm doktor. Adətən məsələn qəbizlikdən sonra qan gəlmə normal hesab olunur. Heç bir halda qan gəlmə normal bir şey deyil. Deyirlər ki, əslində qəbizlikdən sonra o ağrı ilə ki o çat yaradır. Yoğun qəbiz olanda, yəni kütlə bərkləşir. Ümumiyyətlə qan təhlükəni olmalı deyil, olmamalıdır. Olmamalı. Bəli. Bu artıq sizin kimi çox adam fikirləşir ki, hə qəbiz oldum, nar yedim və s. bərk qida yedim, qan oldu. Bir də olmadı. O mən demirəm hər gələn xəstəyə biz xəstəyə diaqnoz qoyuruq. Orada məsəl üçün o qana səbəb ola bilər adicə mikrotravma dedik, çat əmələ gəlir. Və yaxud da orada bir polip ola bilər, o zədələm qanaya bilər.
Və həmin polip vaxtında götürülməsi sonra xərçəngə çevriləcək. Çatın özünün çox dərin fasetləri ola bilər. Bu parapraktit dediyimiz bir şey vardı. Yəni ki, çat o qədər dərinləşir ki, artıq düz bağırsaq ətrafında irinli sahələr yaranır və s. Və nə demək istəyirəm? Anal çatda, parapraktitdə, düz bağırsağın adi polipi də, xorası da hamısı xərçəngəli xəstəliyi sayılır. Yeganə onların içində xəstəlik babasildir ki, xərçəngə çevrilmir. İndi mən deyirəm ki, bu əgər xərçəngə çevrilmirsə, o deməkdir heç kəs həkimə getməməlidir. Hemoroidal xəstəliyindən yanıma gələn xəstələr olub ki, hansı ki, çox gecikdiriblər və qeyri-professional mı yanaşmaya görə və hansısa bir səbəbə görəmi cərrahi əməliyyatdan sonra bu insanlar bezdən istifadə etməli olur. Çünki özlərini saxlamayıblar və mən məcbur olmuşum onlara stoma çıxardım, yəni torba çıxardım bağırsa. Çünki insan onsuz da artıq sfinkter işləmir. Yəni ki, belə deyək də özünə asılı olmayaraq daimi nəcis ifrazatı varsa, dəri, uşaqlıq yolu və s. yanmağa başlayırdı. Onlara biz məcbur bağırsaq çölə stoma çıxardıq. Hemoroidin yaranma səbəbi nədir? Qəbizlik, oturaq həyat tərzidir. Dünyaya uşaq gətirməlidir. Məsəl üçün, əgər çətin doğuşlar olubsa və düzgün doğuş aparılmayıbsa və irsi faktordur. Yəni ki, mənim yanıma qız uşaqlar gəlir, məsəl üçün, arıq baxırsan ki, aktivdirlər, hemoroidal düyünləri var. Bağırsaq və düz bağırsaq üçün ən faydalı və zərərli qidalar hansılardır? Yoğun bağırsaq ümumiyyətlə bütün biz nə qəbul edirsə, mədə sağ olsun onu həzm edir. Nazik bağırsaqda sorulmalar gedirsə, artıq yoğun bağırsaqda suyun sorulması belə deyək də baş verir və nəcis kütləsinin formalaşması. O toksinlər bədəndən belə çıxır. Yəni sidik yolu ilə, tərlə və düz bağırsaq vasitəsilə toksinlərdən biz azad oluruq orada. Birincisi çoxlu su qəbul etmək lazımdır. Su. Bəli. Çünki yoğun bağırsaq sağ tərəfində su sorulur və bu həzmdə çox vacib rol oynayır. Bitki tərkibində qidalardan selülozdan istifadə etmək ki, bu da pilistlər. Onlar tam həzm olmurlar da, bağırsağın dedim ki, o dalğavari hərəkətini aktivləşdirirlər. Ən çox zərərli qidalardan biri ət məhsullarıdır. Bizim də xalq ət sevməyi sevir. Əslində qırmızı ət. Maraqlı sual. Yoğun bağırsaq xərçəngində qırmızı ətin istifadəsi xərçəng yaranma ehtimalını yüksəldir. Əhəmiyyətli dərəcədə yüksəldir. Ona görə də əlbəttə ki, balıq, ağ ət, meyvə tərəvəz istifadə etmək məsləhətdir. Doktor, belə başa düşürəm ki, digər qırmızı ət daha çox toyuq falan yeyə bilərik, düz deyil? Yox, ət də yeməli. Bizə onun içində miyoqlobin var, bizə vacib lazımdır da. Amma çox istifadə etməyə, yəni çox qidalanmaya. Bizim məmillər çox yeyir. Biz çox yeyirik. Doktor, patoloji simptomlarla bağırsaq xərçənginin əlamətlərini necə fərqləndirmək olar? Bu simptomlar yaranan insan onu fərqləndirə bilməz. Çünki çox təəssüf ki, xərçəngin də şikayəti, adicə çatın da şikayəti və simptomu eynidir. Onu yalnız farklı olaq, oxşayır, eynidirlər. Hər ikisində qan olacaq, hər ikisində bəlğəm olacaq, silik olacaq, ağrı olacaq. Onu yalnız proktolog, ilk növbədə barmaq müayinəsi, mən həmişə deyirəm, bizim proktologların əsas aləti bizim barmağımızdır. Bax, buna görə endoskopistlər, mənim dostlarım var, inciyirlər ki, yox, biz baxdıq, məsəl üçün, sən də niyə baxırsan? Mən izah edirəm ki, yəni, cərrahın barmaq müayinəsində təyin elədiyi patologiya ən tez tapılan bir şeydir və onun üçün yəni ki, qeyri-adi bir müayinə üsulu deyil bu. Yəni onun üçün vaxt ayırmırsan, başqa yerə getmirsən. Asanlıqla gəldin, necə ki, məsəl üçün getdin kardioloqa, ilk növbədə qulaq asdı ürəyə, biz proktologda barmaq müayinəsindən çox şey təyin edə bilirik əksər halda və ondan sonra istiqamət götürə bilirik. Doktor, son zamanlar nəyə görə anal kanal xərçəngi bu qədər aktualdır? Artıq o dərəcədə aktualdır ki, xaricdə buna görə vaksinasiya da olunur insanlar. Bəli, necə ki biz neçə il bundan əvvəl uşaqlı boynu xərçəngi artdı və sonradan təyin edildi ki, bunun səbəbi nədir? Papilloma virus. Nə vaxt yaranır? Cinsi partnyorlar tez-tez dəyişiləndə, daha tez erkən yaşda da cinsi əlaqəyə girən qadınlarda və s. və bunun səbəbi kimi papilloma virus təyin olundu və ona görə vaksinasiya olunmağa başlandı. Bizim də ölkədə çox aktualdır və çox yaxşı bu proqram yerinə yetirilir və bununla da xərçəng, uşaqlı boynu xərçəngi azalıbsa da artıq anal kanalda da o aktual problem vardır. Anal kanal xərçəngin artıq 80%-dən yuxarısı yastı epitel xərçəngi gedir. Yastı epitel xərçəngi də eyni uşaqlı boynu kimi gedir və səbəbi eyni həmən papilloma virusdur. İndi sual yaranır, necə olur? Əvvəl həmən virus uşaqlı yolunda idi, indi düz bağırsaqdır. Çox təəssüf, travmalar yaranır və həmən papilloma virus, həmən selektiv qişə kontakta girir və orada yastı hücrəli anal kanal xərçəngini yaradır. Və bu
çox böyük aktual problem. Niyə görə? Dediyim kimi, anal kanal xərçəngində bizdə orqan qoruyucu əməliyyat yoxdur. Orqan qoruyucu nə deməkdir? Xəstə gəlibsə cərrah yanına, burada əgər əməliyyata götürülürsə, müəyyən hissə kəsilib birləşdirilir və xəstə normal, deyək ki, tualetini edə bilirsə, anal kanalda bu yolu yoxdur. Bu distal hissədir. Burada əgər xəstə əməliyyata gedirsə, burada travmatik əməliyyat ekstripasiya deyirik biz. Yəni həmin bağırsaq tam götürülür, aralıq tikilir və stoma yaradılır insana. Və bu özü fikirləşin ki, yəni deyək ki, bir gənc insan yaxınlaşırsa, buna demək ki, sən ömürlük torba ilə yaşayacaqsan, düzdür, bu son deyil. Amma olmasa daha yaxşıdır əlbəttə ki, insan normal keyfiyyətli həyatını yaşaya bilər. Əməliyyata gəlib çıxırsa xəstə, yəni gecikirsə xəstə, burada artıq travmatik əməliyyatdan gedir söhbət və bu insanlar stoma deyilir, belə deyək, torba ilə yaşamağa məcbur olurlar. Lakin vaxtında müraciət eləsələr, xərçəng yaranmaz. Xərçəng yaranan kimi müraciət eləsələr, şua və ximiya ilə tamamilə sağaltmaq olar onları. Doktor, bəs bu bağırsaq torbası ilə insanlar rahat yaşaya bilirlərmi? Bağırsaq torbası ola bilər yalnız onkoloji xəstələrdə yox, qeyri-onkoloji xəstələrdə də ola bilər və bağırsaq torbası olan deyək ki, onkoloji xəstələrdən mən danışsam sizə, burada həyat müddəti ondan ölçülmür. Xəstəliyin hansı mərhələdədirsə və xəstəlik nə qədər imkan verirsə bu insan yaşamağa, bu bağırsaq torba olsa da o qədər yaşayacaq insan, olmasa da o qədər yaşayacaq. Bəziləri ömürlük, bəziləri müvəqqəti, sonra bərpa eləmək olur, onları çox rahatlıqla. Bunlara izah edim ki, birincisi hər şey insan üçündür. Bu cümlə mənim üçün ən dəyərlidir və barışmaq lazımdır hər şeylə. Torba yaranan insanlar asosial olmamalıdır və olmurlar da. İndiki müasir dövrdə o qədər müasir adapterlər vardır. Tibb bacılarımız var, ixtisaslaşmış hansına ki biz deyirik stoma ilə məşğul olan tibb bacılardır. Doktor, imalələrdən danışmaq istəyirəm. Hansı ki, son zamanlar reklamı çox olunur ki, gəlin bağırsaq parazitlərindən qurtulacaqsınız, həmçinin dəriniz təravətli olacaq, beləcə qarnınız dümdüz olacaq. Fikriniz mənim üçün maraqlıdır. Çox mənfi. Hamı öz bədənini tanımalıdır və sevməlidir. Reklama baxıb gedib imalə etdirmək bu absurd bir şeydir indiki zamanədə. Yoğun bağırsağın özü mikroflorası vardır. O özü tənzimləyir. Onu götürüb təmizləyici imalə eləmək olar. Əgər xəstə dedim ki, 5 ildə bir, 3 ildə bir kolonoskopiya müayinəsi keçirsə, ya da əməliyyata hazırsa, təmizləyici imalə eləmək olar onu. Amma bunu mən istəyirəm də gedib eləyirəm yoxdur. Yəni bu məqsəd yönlü olmalıdır. Və yaxud da ki, müalicəvi imalələr var məsəl üçün. Mən də təyin edirəm. O müəyyən dərman tərkibli imalələrdir. Hansı ki, yoğun bağırsağın xoralı koliti, düz bağırsağın xoralı koliti xəstəliklər vardır. Oradakı necə ki, əlimizdə bir yara olanda biz məlhəm sürtmürük. O baxımdan imalə edirik ki, məlhəm kimi bağırsağın içinə yayılsın. Bu da müalicəvi imalələrdir. Lakin belə deyə də öz keyfimə edəcəm imalə deyilə bir şey yoxdur tibbdə. Doktor, köplərdən də danışmaq istəyərdim. Bax, bu köp olanda nə etməliyik? Daimi köpdürsə, artıq xəstə insanı o diskomfort yaradırsa, həzmsizliyi varsa, ağrı verirsə, həkimə müraciət etməlisiniz. Köp spesifik bir şikayət deyil. Deyək ki, mən dedim ki, əgər məsəl üçün bağırsaqda selik bəlğəm qan varsa, bu spesifik bir şikayət sayılır. Yoğun bağırsaq, düz bağırsaq üçün. Köp isə bütün mədə-bağırsaq traktına, bura daxildir ağız boşluğundan tutmuş, düz bağırsaq qədər, bura daxildir mədə-altı vəz, öd kisəsi. Yəni bunların hər hansında bir patologiya varsa, köp yarana bilər. Və bu səbəb tapılmalıdır. Səbəb nədir? Ondan sonra müalicə olmalıdır. Yəni o istiqamətdə müalicə aparılmalıdır. Bir cümləlik mesaj versəniz proktoloji sağlamlıqla bağlı nə demək istəyirsiniz? Proktologlardan qorxmasınlar. İnsanlar öz-özlərinə diaqnoz qoymasınlar. Proktoloji problemlə heç bir digər ixtisas həkiminə yaxınlaşmasınlar. Hansısa bir əczaçıdan nəsə məsləhətləşməsinlər. Ən yaxın bildikləri, tanıdıqları proktoloqa müraciət eləsinlər ki, sonra dərin problemlərlə rastlaşmasınlar. Hamı orqanizmi sevsin. Bizim üçün ən bahalı bizim cildimiz yox, orqanizmimizdir. Təşəkkür edirik doktor gəldiyinizə görə minnətdarıq. Bir daha qeyd edək ki, qonağımız həkim, cərrah, koloproktoloq Gülnarə Talıbovadır. Verilişimizin sonuna gəlib çatdıq. Əziz tamaşaçılar, bugünlük bu qədər. Bizi həmçinin sosial şəbəkələrdə də izləyə bilərsiniz. Odur ki, tezliklə görüşərik. Sağ olun.
Kraton Klinik sağlamlığınızın qeydinə qalır. Klinikada qadın, kişi və uşaq sağlamlığı, eləcə də gastroenterologiya, hepatologiya bölmələri fəaliyyət göstərir. Sağlamlığınızla yanaşı gözəlliyinizin də qeydinə qalan klinikada kosmetologiya və estetik cərrahiyyə şöbələri var. Sağlam uşaq sağlam gələcəkdir devizini rəhbər tutan klinikada ayrı-ayrı istiqamətlərin olduğu uşaq sağlamlıq mərkəzləri mövcuddur. Klinikanın reabilitasiya şöbəsinin manual terapevt, fizioterapevt və reabilitoloqlar fəaliyyət göstərir. Mərkəzimiz peşəkar tibbi personel ilə yanaşı ən müasir cihazlarla da təmin olunmuşdur. Burada çalışan yüksək peşəkar mütəxəssislər, endokrinoloq, kardioloq, terapevt, infeksionist, ginekoloq, uroloq, androloq, dermatoloq, diyetoloq və digər poliklinika ixtisasında tibbi xidmətlər aparılır. Klinikaya müraciət edərkən cərrahiyyə, radiologiya, ümumi və genetik laboratoriya, plazma farez, flebologiya kimi müxtəlif yönlü müayinə və müalicə xidmətlərindən də yararlanmaq imkanınız olacaq. Kraton Klinikası estetik cərrahiyyə, ginekologiya və andrologiyada istifadə olunan son model cihazlarla təmin olunmuşdur. Hörmətli pensiyaçılar, sizə şad xəbərimiz var. Kraton Klinikasında xüsusi endirimli xidmətlər mövcuddur. Bu endirimlərdən yararlanmaq üçün e-sosial mobil tətbiqi yükləyib, qeydiyyatdan keçərək tətbiqdəki barkodu ödənişdən əvvəl kassada göstərməyiniz yetərlidir. Kraton Klinik sağlamlığınız uğur hekayəmizdir.